Hüquqi olaraq bir insana xərçəng xəstəsi demək üçün həmin şübhəli törəmədən biopsiya materialı alınmalıdır, nümunə və o mikroskop altında əkilmə dediyimiz histoloji müayinə olunmalıdır. Əgər histoloji müayinəsi mümkün deyilsə, o halda isə bir xüsusi həkimlərin iştirakı olan konsilium qərarı ilə öncə xərçəng diaqnozu təsdiq olunmalıdır. Diaqnoz təsdiq olunandan sonra dünyada beynəlxalq nüfuza malik Amerika və Avropanın dərmanlara nəzarət agentlikləri var. FDI dediyimiz bu Amerika dərman agentliyidir və Avropada da eyni şəkildə o qurumların təhlükəsizliyinə icazə verdiyi dərmanlarla yalnız müalicə aparıla bilər. Burada digər bir nüans isə həmin xəstəliyə görə o dərmanın doğru dozalanması. Bunun da xüsusi alqoritmləri var, baxdığımız xüsusi mənbələr var. Yəni, bəzən xəstə gəlir, deyir ki, doktor, mənə daha yüksək doza kimyoterapiya vurun, tez sağalım və yaxud mənə ən bahalı dərmanı vurun, mən tez sağalım. Çox təəssüf ki, belə bir üsul yoxdur, belə bir icazə yoxdur, belə bir qayda yoxdur. Bütün xəstəliklərdə icazə verilən protokollara uyğun vurula biləcək dərman var. Bu icazəni yanlış anlamasın insanlar. Bəzən belə qara şayələr çıxır ki, məsələn, xərçəngin dərmanı var, amma icazə vermirlər vurmağa. Xeyr, bu belə deyil. Yəni, təhlükəsizliyinə qarşı, yəni tam əmin olduğumuz dərmanı istifadə edə bilərik. İcazə deyərkən bunu nəzərə alırıq. Və bu dərmanların doğru sxemini isə o işlə məşğul olan mütəxəssis xəstəyə uyğun, eyni 2 yaşda xəstəyə, məsələn, qaraciyər, böyrək analizləri fərqlidirsə ayrı dozada vururuq və yaxud ürək fəaliyyət durumu fərqlidirsə ayrı dozada vururuq. Yəni, bütün burada artıq fərdiləşmiş tibb ortaya girir, həkimlə xəstənin fərdi kontaktında və ona görə konsultasiyalar necə aparılır? Təkli şəkildə həkim və xəstənin iştirakı ilə burada yəni bütün qərar verici şəxs həkim olur, icra edici şəxs xəstə olur, amma bütün müalicə planı onların ortaq razılığı və ortaq qərarı ilə olur.